İmam Hüseyn əleyhissalam dahilərin dili ilə. Mahatma Gandhi. Mən Hüseyndən zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim. Lev Tolstoy. Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki, onların Qur'anın qəhrəmanı kimi İmam Hüseyn əleyhissalamı olmadı. Hindistanın ilk prezidenti Rajendra Prasad. İmam Hüseynin şəhadəti yalnız bir ölkə və ya bir xalqa aid deyil, bütün bəşəriyyət üçün dəyərli bir irsdir. Məsihi keşiş Antonio Bara. Əgər Hüseyn əleyhissalam bizə aid olsaydı, hər yerdə onun adına bir bayraq, bir minarə ucaldardıq və insanları xristianlığa dəvət edərdik. Cambridge Universitetinin professoru Edward Brown. Kərbalanın qanlı səhrası o gündən bugünədək hətta ən soyuq qəlbi isitməyə, ən qəflətdə olan ürəyi oyandırmağa qadirdir. İmam Hüseyn əleyhissalam dahilərin dili ilə. Mahatma Gandhi. Mən Hüseyndən zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim. Lev Tolstoy. Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki, onların Qur'anın qəhrəmanı kimi İmam Hüseyn əleyhissalamı olmadı. Hindistanın ilk prezidenti Rajendra Prasad. İmam Hüseynin şəhadəti yalnız bir ölkə və ya bir xalqa aid deyil, bütün bəşəriyyət üçün dəyərli bir irsdir. Məsihi keşiş Antonio Bara. Əgər Hüseyn əleyhissalam bizə aid olsaydı, hər yerdə onun adına bir bayraq, bir minarə ucaldardıq və insanları xristianlığa dəvət edərdik. Cambridge Universitetinin professoru Edward Brown. Kərbalanın qanlı səhrası o gündən bugünədək hətta ən soyuq qəlbi isitməyə, ən qəflətdə olan ürəyi oyandırmağa qadirdir. İmam Hüseyn əleyhissalam dahilərin dili ilə. Mahatma Gandhi. Mən Hüseyndən zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim. Lev Tolstoy. Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki, onların Qur'anın qəhrəmanı kimi İmam Hüseyn əleyhissalamı olmadı. Hindistanın ilk prezidenti Rajendra Prasad. İmam Hüseynin şəhadəti yalnız bir ölkə və ya bir xalqa aid deyil, bütün bəşəriyyət üçün dəyərli bir irsdir. Məsihi keşiş Antonio Bara. Əgər Hüseyn əleyhissalam